Normal həyat dövranında hansı helmintlərin yetkin fərdləri insan bədənində parazitlik edə bilər? Tamam, bizdən helmintləri soruşur, yəni qurd xəstəliklərini soruşur. Ona görə biz bunlardan danışmalıyıq. Exnokok. Exnokok deyir ki, yetkin fərdləri olsun. Exnokokun aralıq mərhələdə oluruq biz. Ona görə də aralıq sahibi olduğumuz üçün exnokoku götürə bilmərik. Öküz soliterinin yetkin fərdi insanın nazik bağırsağında yaşadığı üçün və bu parazitlik edir. Qaraciyər sorğusu əsas sahibdir və yetkin qurd qaraciyərimizdə yaşayır. Ona görə də olur. Üçü də götürə bilərik. Ankilostoma 4. Bunu da götürə bilərik. Niyə? Çünki ankilostomanın da yetkin fərdi bizim 12 barmaq bağırsaqda parazitlik edir. Ona görə götürə bilərik. Nereid bu sərbəst yaşayan qurddur. Yəni qurdu nereid, həlqəvi qurdlara aiddir. Toksoplazmada eyni ilə, yəni yetkin fərd axtarırıq, helmint axtarırıq. 2, 3, 4 düzgün cavab olacaqdır.